Kanadada mühendislerin polad üzük taxmağının məcbur olduğunu bilirsinizmi? Tarix 1907-ci ilin isti avqust ayı. St. Lawrence çayı üzərində Quebec körpüsünün tikintisi davam edirdi. Beavis adlı bir fəhlə vintlərdə boşalma olduğunu hiss edir və tələsik şəkildə usta başına səslənir. Ancaq məhz bu anda körpü böyük bir gürültü ilə çökür. Çöküş o qədər güclü olur ki, 10 kilometr uzaqlıqdakı Quebec şəhərinin insanları zəlzələ baş verdiyini düşünür. Və bir növdə haqlı idilər, çünki nəticə zəlzələ faciəsini xatırladırdı. Ümumilikdə 86 işçidən 75-i tonlarla çəkidə olan polad sütunların altında qalıb faciəvi şəkildə həyatını itirdi. Sonradan məlum oldu ki, bu faciəyə səbəb olan şəxs körpünün lovğa mühəndisi Theodore Cooper idi. O həmin dövrün ən böyük körpüsünü inşa edərək dünyada tanınmaq istəyirdi. Lakin layihənin böyüklüyünə baxmayaraq, mövcud maliyyə kifayət qədər deyildi. Buna görə də o aşağı büdcə ilə dünyanın ən böyük körpüsünü tikməyə qərar vermişdi. Amma nəticə ağır oldu. Təxminən 2 il boyunca yıxılmış körpünün polad parçalarını çaydan çıxartmağa çalışdılar. O gündən sonra Kanada bu hadisəni mühəndislərinə daim xatırlatmaq və həlak olanları yad etmək üçün Iron Ring adlanan ənənəni tətbiq etməyə başladı. Mühəndislik fakültəsini bitirən məzunlara bu üzük xüsusi mərasimlə təqdim olunmağa başladı. Məqsəd bütün mühəndislərə bu faciəyə səbəb olan mühəndisin məsuliyyətlərini, öhdəliklərini və intizamını daim xatırlatmaq idi. Və necə deyərlər, Kanada dövlətinin ağlı 100 ilə yaxındır ki, Theodore Cooperin bu iş bilməməzliyini yaxşı, pis, gözəl və ya çirkin demədən, bütün mühəndislərini ümumiləşdirərək başlarına vurur və vurmağa hələ də davam edir.